Bundan əvvəl biz Əfqanistanın qurulduğu Əhməd Şah Durani dövründə qızılbaşların oynadığı rol haqqında danışmışdıq. Bugün isə 19-cu əsrin ən güclü Əfqan hökmdarlarından biri Dost Məhəmməd xan haqqında danışacağıq. Amma bu epizodda Dost Məhəmmədin özündən daha çox onun yüksəlişini mümkün edən kölgədəki gücə, yəni qızılbaşlara fokuslanacağıq. Bu barədə danışmaq üçün biz Vahid Bayevlə yenidən birlikdəyik. Vahid, səni salamlayıram. Sağ ol. Biz bundan əvvəlki epizodda danışdıq qızılbaşların Əfqanistanın qurulmasında olan rolu haqqında, xüsusən Əhməd Şah Durani və sonrakı şahların dövrü haqqında. Bu dəfə istəyirəm Dost Məhəmməd xana toxunaq. Ümumiyyətcə Dost Məhəmməd xan şahlığa necə yiyələndi və onun dövründə xüsusən biz bilirik ki, Dost Məhəmməd xanın anası qızılbaş idi. Onun ayağa qalxması, şah olması və qızılbaşlarla olan qohumluğu onun karyerasına necə təsir göstərdi? Başlanğıc üçün gözəl bir sualdır. Keçən dəfəki bölümümüzdə də qeyd etdiyimiz kimi, Əfqan taxtına iddialı olan hər bir şəxs ilk olaraq qızılbaşların mütləq dəstəyini almalı idi. Dəstəyini qazanmalı idi. Biz burada Əhməd Şah Duranini məhz bu qüvvəyə arxalanaraq Əfqanistanın atası adını qazandığını görürük. Bununla yanaşı Dost Məhəmməd xan da qızılbaş anasının xətti ilə bu güclü zümrənin, yəni ki, belə deyək, dəstəyini aldı və Əfqanistan əmirliyinin təməlini qoydu. Dost Məhəmməd xan 2 dəfə hakimiyyətdə olubdu. Birinci dövr 1826-1839-cu ildə. Bu zaman artıq biz Kabil əmirliyini görürük. İkinci dövr isə 1845 və 1863-cü illərdir ki, bu dövrdə də biz Əfqanistan əmirliyini görməkdəyik. Həm birinci dövründə, həm də ikinci dövründə Dost Məhəmməd xanın yüksəlişində qızılbaşların mühüm dəstəyi var idi. Bəs qızılbaşların Əfqanistandakı təsir gücü nə dərəcədə idi? Ümumiyyətcə onların rolu yenə də hansı səviyyədə qalmışdı? Gözəl sualdır. Qızılbaşlar sarayda və dövlət idarəçiliyində mühüm postlar tuturdu. Məsələn, Dost Məhəmməd xan təsəvvür edin ki, heç bir şəxsə vəzir rütbəsi vermirdi. Amma çox maraqlı, sarayda Mirzə Abdal Sami Qızılbaş adlı bir şəxs vəzir rütbəsinə yaxın bir vəzifədə çalışdığını görürük. Yəni ki, eyni ilə onun övladı Məhəmməd Hüseyn xanın da artıq maliyyə məmuru olaraq çalışdığını görürük. Yəni ki, təsəvvür edin də, yəni ki, bu qızılbaşlar nə qədər güclüdür. Qeyd etmiş kimi, yəni ki, Əfqan hökmdarları onlardan birinə bərk-bərk yapışmışdılar. Bəs biz bildiyimizə görə Dost Məhəmməd xanın anası qızılbaş idi. Bəs Dost Məhəmməd xan bu dili bilirdimi? Və bu dili bilməsi ona hansı yöndə kömək eləyirdi və yaxud ümumiyyətcə necə özünü izhar eləyirdi? Gözəl sualdır əslində. Bildiyimiz kimi onun anası qızılbaş idi. Ana babası Musa xan Cavanşir idi. Kabilin önəmli bir qızılbaş liderlərindən idi. Bəli, o türkcə bilirdi. Ana dili. Çünki yarı qızılbaş mənşəli olduğuna görə türkcə bilirdi. Hətta qeyd olunur ki, o Kabil qızılbaşları ilə və Türkistandan gələn türklər ilə türkcə danışırdı. Farscanı isə rəsmi yazışmalarda istifadə olunduğuna görə Farscadan danışıq xüsusiyyəti olaraq istifadə olunmurdu. Təbii ki, bu türkçənin bilməsi qızılbaşlar arasında təbii ki, nüfuzunu artırırdı. Çünki qızılbaşlar üçün türkçülük bu gün də əhəmiyyətli bir roldadır. Çünki biz diqqət götürürük, Əfqanistan qızılbaşları hal-hazırda müəyyən əksəriyyəti, xüsusilə Herat və Kabildə yaşayan əfşarlar, mərvilər türkçə danışırlar. Bu təbii ki, qızılbaşlar. Əsasən deyəsən yaşlı təbəqə. Bəli, yaşlı təbəqə daha çox türkçəni, daha akademik, yəni belə deyək, türkçəni daha çox qoruyublar. Amma çalışırlar ki, indiki gənclər də bundan bəhrələnsinlər. Haşidən çıxaq bir dəqiqə. Əfqanistanda bu dəqiqə bununla bağlı hansı tədbirlər var? Ümumiyyətcə keçirilirmi hansısa bir kurslar, dərslər? Gözəl sualdır. Bəli, keçirilir. Biz uzun illər bu məsələ ilə bağlı işlədik. Bildiyimiz kimi, hal-hazırda 2024-cü ildə Əfqanistan tarixində ilk dəfə Azərbaycan dilli tədris mərkəzi yaradıldı. Əfşar Ulduzu tədris mərkəzi. Əli Sina Əfşarın, bizim dəyərli dostumuz, soydaşımızın, təşkilatın üzvü Əli Sina Əfşarın rəhbərliyi ilə. Həqiqətən çox əziyyət çəkdi, hərsiyə gətirməyə. Bəli. Hətta təsəvvür edin ki, bu Taliban hakimiyyətinin dönəmi. Taliban hökumətinin dönəmində. Nəzərə alsaq ki, Əfqanistanda bir çox xalqlar var. Bəli. Amma məhz Əli Sina bunu hərsiyə gətirdi. Bəli, tamamilə doğrudur və Taliban hökuməti, yəni ki, Əfqanistan əmirliyinin Təhsil Nazirliyi bu tədris mərkəzinin fəaliyyət göstərilməsinə razılıq verdi. Bu artıq ən çox maraqlı, mənim sevindiyim bir mövzu bu idi ki,
oğlanlarla yanaşı qız uşaqlarının da təhsil alması şərait Həqiqətən yaradıldı. çox dəyərli məsələdir. Bəli. Çünki Əfqanistanda biz bildiyimizə görə bu məsələ biraz problematikdir. Bəli, Əfqanistan məsələ biraz çətin bir dönəm keçir hal-hazırda, amma hal-hazırda qızılbaş, yəni qızları ana dillərində təhsil alırlar. Ana dilləri ilə yanaşı dünyəvi digər elmə, kimya, fizika kimi elmlərdə də təhsil almağa doğru yönəlirlər. Və 2025-ci ildə biz Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Dəstək Agentliyinin də Əfqanistandakı tədris mərkəzinin dəstəyini verdiyini, elan etdiyini və qorunma altına alındığını görürük. Bu artıq biz nəyi görürük burada? Əfqanistan və Azərbaycanın əlaqəsinin daha da geniş istiqamətə yönələcəyini görürük. Xüsusilə Talibanın hakimiyyətinə gəlməsi sonra bizə qarşı müsbət addımlar atıldı. Xüsusilə də həm ərazi bütövlüyümüzün dəstəkçisi oldular, həm də bununla yanaşı Əfqanistandakı Azərbaycan icmasına qarşı isti münasibət göstərdilər. Tək elə olsun, çünki həqiqətən də bizim hamımızın narahatçılıq doğuran bir məsələdir ki, sırf oradakı qızılbaşlar tam assimilyasiya olub aradan getməsinlər. Ki onlar dil məsələsi bizi birləşdirəcək. Bəli, tamamilə. Xüsusən də qadınların orada iştirak eləməsi çox yaxşıdır. Nəyə görə? Çünki Hacı Zeynalov Tağıyevin bir sözü var ki, təhsilli bir kişi, təhsilli bir insan, təhsilli bir qadın, təhsilli bütöv ailə. Bəli, tamamilə. Ona görə bu çox mühüm bir faktordur ki, xanımlarımız orada iştirak edirlər. Qaydaq təzən tariximizə. Buyurun. Kabilə nəzarət uğrunda döyüşlər gedirdi, mübarizə gedirdi. Bəli. Həmin mübarizədə qızılbaşlar kim tərəfini tutdular? Ümumiyyətlə necə rol oynadılar bu işdə? Kabilə nəzarət uğrunda xüsusilə də Həbibullah xanı görə bilərik burada, Şərdil xanı görə bilərik. Yəni Sultan Məhəmməd xanı görə bilərik. Ümumiyyətlə Kabil o zamanda kimin təsiri altında idi? O zaman Həbibullah və Şərdil xanın nəzarəti altında idi. Onlar da Pəştun idilər. Bəli, milliyyətcə Pəştun idilər. Necə Dost Məhəmməd xanın yüksəlişi baş verdi bu zaman? Christian Noyan öz əsərində qeyd edir ki, həm Həbibullah xan, həm Şərdil xan Dost Məhəmməd xanın təhlükəli olduğunu bilirdilər və ona qarşı sui-qəsd cəhdi etməyə, gözlərini kör etməyə qarşı cəhd göstərdilər. Amma bu alınmadı. Çünki onun qeyd edir ki, onun siyasi qüdrətini artıran digər mühüm amil də Qızılbaş anasının qohumları vasitəsilə Kabil qızılbaşları ilə sıx əlaqə qurmağı idi. Bu əlaqə Şərdil xanla və digər Həbibullah xanın qarşı durmasının ilk mərhələsinə Sadıq xan Cavanşirin qızı ilə evlənməsindən sonra daha da möhkəmləndi. Həm anasının qızılbaş olduğunu görürük, həm də həyat yoldaşında qızılbaş olduğunu görürük. Artıq biz Dost Məhəmməd xanın ilk yüksəlişini görməkdəyik. Və bununla yanaşı o Şərdil xanın ölümündən sonra artıq Kabil üzərində tamamilə hakimiyyətə yiyələnir. Və bu zaman Sultan Məhəmməd xan var idi ki, o da Pəştun liderlərindən idi. O çox maraqlı, sünni Pəştun liderlərlə güvənsə də Dost Məhəmməd xan qızılbaşlara güvənirdi. Amma baxmayaraq ki, Pəştunların sayı qızılbaşlardan daha çox idi. Amma qızılbaşların çünki dövlət idarəçiliyi prizması bilirdilər nədir. Çünki onlar bir növ təcrübə var. Bəli, təcrübə var. 250-dən çox İranı idarə etmişdilər. Yəni bu asan bir məsələ deyil. Ona görə Dost Məhəmməd xan bu strategiyada istifadə edib qızılbaşları yenə döyüş meydanına saldı. Xüsusilə də dayısı Mahmud xan Bayatın dəstəyi ilə artıq tamamilə Kabil üzərində nəzarəti ələ keçirə bildi və tarixən Kabil əmirliyinin qurulduğunu görməkdəyik. Bildiyimizə görə Dost Məhəmməd xan dövründə etnik və məzhəb zəminində üsyanlar baş verirdi. Qızılbaşların rolu burada necə idi? Qızılbaşların biz rolunu burada belə görə bilərik. Məsələn, Süleyman Fazıl Əfqanistan şiələri kitabında, xüsusilə qızılbaşlarla bağlı yazdığı dissertasiyasında qeyd edir ki, Qızılbaş süvariləri sabitlik yaratmağa kömək etmək üçün Dost Məhəmməd xanın 1826-cı il, 1839-cu və 1845 və 1863-cü illərdə hakimiyyətə gəlməsinə şərait yaratdılar. Qeyd etmək deyir, vacibdir ki, Dostun anası Zeynəb Bəgüm Cavanşir nüfuzlu Qızılbaş ailəsindən gəlirdi və daha sonra Qızılbaş ailəsindən olan bir qadınla da evləndi. Bu da həmçinin qohumun əlaqələrini möhkəmləndirərək həm 1803 və 1804-cü illərdə baş verən irtidaşlarda sonra yaranan xüsusilə etnik və anti-şiə hisslərini yumşaltmaq məqsəd daşıyır. Nüfuzlu Qızılbaş ailələri ilə sıx bağlar qurması həm Dost eyni zamanda siyasi rəqiblərinə, yəni ki, bəzi Əfqan başçılarına siyasi bir mesaj ötürməsinə gətirib çıxartdı, həm də qızılbaşların yenidən artıq Əfqanistanda yüksəlişinə gətirib çıxarır. Düşünürəm, Əfqanistanın bu dönəmini də biz əhatə edə bildik. Qızılbaş gündəliyinin növbəti epizodunda düşünürəm, biz daha bir yaxşı bir mövzu var, maraqlı mövzu.
Əfqanistanın media və qəzet tarixi haqqındakı onların qurucuları kim idi? Əlbəttə ki, bunlar qızılbaşlar idi. Bu haqqda da biz danışmaq istəyirik. Qızılbaş gündəlik növbəti epizodunda görüşənədək. İnşallah. Sağ olun.